Salam uşaqlar, demək biz bu gün danışacağıq conjunction bölməsi haqqında. Conjunction bölməsinin testlərini işləyə bilmək üçün birinci conjunctionları əzbərə bilmək lazımdır ki, nə haqqında danışıldığını başa düşəsiniz. Birinci test amma biraz fərqlidir. Ümumiyyətlə yadda saxlayın ki, cümlələrin 4 növü var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Sual cümləsinin isə yenə 4 növü var. Ümumi sual cümləsi, xüsusi sual cümləsi, alternativ, bir də disjunctive, ayrıca sual deyirlər. Ayrıca suala aid bir mövzudur əslində birinci sual. Ayrıca sualda nə deyir? Deyir ki, mən bir cümlə deyirəm sənə və cümlənin birinci hissəsi təsdiqdə olursa, uşaqlar, ikinci hissə mütləq inkarda olmalıdır. Ya da tərsinə. İkinci hissə təsdiqdədirsə, birinci hissə inkarda olmalıdır. İndi siz də baxırsınız, yazır ki, was it təsdiqdədirsə, birinci hissəni avtomatik inkara atmalısınız. İnkar olan variantımız isə neither nor-dur. Ümumiyyətlə yadda saxlayın ki, either or ya da, neither nor nə-də, both and həm də, not only but also nəinki həmçinin mənasını verir. İkinci sual da eyni mövzudur. İkinci hissə təsdiqdədirsə, birinci hissəni inkara atmalıdır deyə A variantı. Üçüncü sualda ikinci hissə təsdiqdədirsə, birinci hissə inkara atmalıdır, neither nor B variantı. Dördüncü sualda ikinci hissə təsdiqdədirsə, birinci hissə inkarda olmalıdır, neither nor D variantı. Beşinci suala baxıram ki, ikinci hissə təsdiqdədirsə, birinci hissə yenə inkarda olmalıdır deyə C variantı. Altıncı sualda ikinci hissə təsdiqdədirsə, birinci hissə inkara getməlidir B variantı. Yeddinci sualda deyir ki, onun ehtiyacı var yardıma və pula, o qürurludur. Demək, qürurlu bir şəxsin heç kəsin puluna və yardımına ehtiyacı olmadığına görə yenə neither nor nə-də variantını seçəcəm. 8-ci sualda isə uşaqlar either yazı saxlayın ki, nordan yox, oradan işlənir, neither də nordan işlənir deyə 1-4 A variantı doğru cavabdır. 9-cu suala baxıram, not only but olsa both and-lə işlənməlidir. Not olan cümlədə yazı saxlayın ki, and işlənə bilməz deyə 1-4 B variantı doğru cavabdır. 10-cu sualda neither norla, either ordan işləndiyinə görə A variantı doğru cavabdır. 11-ci sualda isə yazı saxlayın ki, zoyla ozo ikisi də eyni variantda gəlirsə, ikisi də düzgün cavab deyil. Çünki ikisi də baxmayaraq ki, mənasını verir. Deyir, onlar gəzməyə getmədilər çünki yağış yağırdı. Çünki mənasını verən isə because-dur. 12-ci sualda both and-lə neither norla işlənir, either ordan C variantı doğru cavabdır. 13-cü sualda deyir ki, Tom ingilisdir, amma o Fransada yaşayır. Burada bir ziddiyyət olduğuna görə amma variantını götürəcəm. Beləsinə də qalanda as-lə because eyni variant. İkisi də çünki görə deməkdir. 14-cü sualda sifətin müqayisə dərəcəsi var. Müqayisə dərəcəsinin bağlayıcısı özlə bilirsiniz ki, zəm bağlayıcısıdır və tərcüməsi isə belədir ki, sevgi nifrətdən daha güclüdür. 15-ci sualda neither norla işlənir, düzdür, amma neither norla, both and-dən, either ordan, not only but also ilə işlənməlidir deyə A variantı doğru cavabdır. 16-cı sualda neither norla işlənməlidir, neither norla işlənməlidir, either or C variantı doğru cavabdır. 17-ci sualda müqayisə dərəcəsi var, ona görə C variantını götürəcəm. Zən, dən nəzərən deməkdir. 18-ci sualda zoyla ozo eyni mənanı verir deyə ikisinə çıxıram. Deyir, mən kinoya sona qədər baxmadım, çünki heç maraqlı deyildi. 19-cu sualda deyir ki, elə böyük yanğın idi. Yazı saxlayın ki, because-la nəzə eyni mənanı verir. İkisi də çünki görə deməkdir. Ona görə A, C, D variantı arasında qalırsınız. Deyir ki, elə böyük yanğın idi ki, amma insanlar onu söndürə bildilər. 20-ci sualda yenə zoyla ozo varsa ikisinə çıxıraq. Deyir ki, çətirivi götür. Çünki tezliklə yağış yağacaq. Çünki mənasını verəcək. 21-ci sualda isə deyir ki, gəlin kənddə həftə sonu keçirdək. Əgər hava yaxşı olarsa, zoyla ozo eyni mənanı verir. O birislər isə məna cəhətdən otura bilmədiyinə görə Y variantını götürəcəksiniz. 22-ci sualda deyir ki, uşaqlar evdə qaldılar. Ozo baxmayaraq ki deməkdir. Çünki yağış yağırdı mənasını verəcək. C variantı. Çünki mənasını verənsə because-dan as-dir. 23-cü sualda deyir ki, biz dərsə gecikmişdik. Çünki biz avtobusu tuta bilməmişdik. Çünki mənasını verən yenə 1-3-ü götürür. Ümumiyyətlə, because-dan as eyni mənanı verirlər, eyni tərcümədirlər. Zoyla da olsa. Yəni, ya cavab 1-3-dür, ya da 2-4 olmalıydı onsuz. 24-cü sual bayaqki qaydadır. Birinci tərəf təsdiqsə, İkinci tərəf təsdiqsə, birinci tərəf inkar olmalıdır deyə neither nor A variantı. 25-ci sualda Betsy deyir ki, televizora baxmaq, kitab oxumaq, o yatmaq istəyirdi. Onda demək, nə televizora baxmaq istəyirdi, nə də kitab oxumaq istəyirdi, o yatmaq istəyirdi. 26-cı sualda zoyla ozo eyni şeydir demişik. Ya cavab 2-4-dür, ya 1-3-dür. Deyir ki, baxmayaraq ki, mənim internetim zəif idi, mən mesajı göndərə bildim. Baxmayaraq ki, mənasını verən əlbəttə ki, C variantını götürəcəm. 27-də deyir ki, qatar dayandı və sərnişinlər düşdülər. Zoyla ozo eyni mənanı verir, ABC arasında qalıram və tərcümədə B variantı doğru cavabdır. 28
48-ci sualda deyir ki, Zoyla Nozo yenə var. Eyni mənalı verdiyinə görə ACI arasında qalıram. Deyir, biz tenis oynayacağıq əgər hava yaxşı olsa. 29-da mənaca bir-birinə oxşar heç bir şey yoxdur. Deyir ki, çoxlu trafik var idi. Biz aeroporta vaxtında çatdıq. Demək ziddiyyət var burada. Deyir ki, çoxlu trafik var idi, amma biz aeroporta vaxtında çatdıq. 30-cu sualda biz deyir vaxtında çatdıq, çünki trafik ağır idi. Because-la as eyni mənanı verdiyinə görə B necə çıxır? Baxmayaraq ki, deyir ki, trafik ağır idi, biz vaxtında çatdıq. 31-də isə deyir ki, artıq dekabrdır, hava hələ də istidir. Amma hava hələ istidir. Ziddiyyət var. Dekabrda əslində soyuq olmalıdır, amma hələ də istidir yəni. 32-ci sualda deyir ki, qaranlıq idi, səyahətçilər yolu asanlıqla tapdılar. Because nəzə eyni şeydir uşaqlar. Deyir ki, baxmayaraq ki, qaranlıq idi, səyahətçilər asanlıqla yolu tapdılar. Yenə burada bir ziddiyyət olduğuna görə baxmayaraq ki, mənasını verəcəyik. Çünki if əgər vəzəsə mənasını daşıyır. 33-cü sualda deyir, mən maşın açarlarını itirmişdim. Because-la uşaqlar as eyni mənanı verir. Zoyla da ozo eyni mənanı verir deyə Y variantını götürəcəyik. 34-cü sualda deyir ki, Ben və onun qardaşı, bir dənə baxaq görək burada səhv tapırıq. Neither nor-la işlənməli idi. Qalan hamısı uyğun gəlir. Deyir ki, Ben və onun qardaşı tənbəldirlər. Onlar ikisi də çalışqandılar. Demək burada inkarı verəcəm. Nə Ben, nə də onun qardaşı tənbəldirlər. Onlar ikisi də çalışqandılar. 35-ci sualda isə deyir ki, Tom çox yaxşı nitqisi hazırlanmışdı. Because onun eyni şeydir. Baxmayaraq ki, deyir ki, o hazırlaşmamışdı. 36-cı sualda isə deyir ki, Ludwig van Beethoven əla musiqi yazmışdı. Zoyla ozo eyni şeydir. Because onun eyni şeydir. A, C, Y arasına qalırıq. Baxmayaraq ki, deyir o itirmə qabiliyyət, qulağında itirməsi, yəni itirmişdi də eşitməsinə. O siyetdədir ki, yazı saxlayın ki, 1 ilə 4 eyni şeydir. Ona görə ya cavab 1-4 ya da 2-3 olacaq. O ac deyildi, çünki o restoranda yemişdi. Çünki mənasını verən 1-4 C variantını götürəcəm. 36-cı suala baxıram. He learned the direction. O deyir ki, o istiqamətləri öyrənməmişdi. O yolunu itdi, azda. Yəni öyrənməmişdi və azdı da 1-2 C variantı olacaq. 39-cu sualda Annanın atası ona yaxşı məsləhət verdi və o da onu izlədi. Yenə burada nə var? Nəticə var da. And so. And so adətən bir-birinə vəz eləyə bilir. İkisi də nəticə yönümlüdür ona görə. 40-cı sualda deyir ki, o işdə irəliyə bilməyəcək. Çünki bir dəqiqə, until-la unless seçəcəyik burada. Nəyə görə uşaqlar? Until tək qədər deməkdir. Unless isə if nota bərabərdir. Unless istəyirsiniz özünüz üçün qeyd edin. If nota bərabərdir. Bizə deyir ki, o daha təcrübəli olana qədər irəliləməyəcək. O daha təcrübəli olmayınca irəliləməyəcək. Yəni D variantı doğru cavabdır. 41-ci sualda isə deyir ki, bu şeir ölçücə böyükdür, amma keyfiyyətcə zəifdir. 42-ci sualda deyir ki, bu maşınlar eyni qiymətdədirlər, amma keyfiyyətcə fərqlidirlər. B variantı. 43-cü sualda isə deyir ki, mən istilik sistemini yandırdım, çünki soyuq idi. Çünki mənasını verən 1-2 B variantını götürəcəm. 44-cü sualda mən televizoru söndürdüm, çünki heç kəs baxmırdı. Çünki mənasını verən 3-4, yəni D variantını götürəcəm. 45-ci sualda deyir ki, səyahətçilər çox yorğun idilər və onlar qərara gəldilər ki, dincəlsinlər. Zoyla ozo eyni şeydir və beləliklə mənasını verən D variantını sonu götürəcəm. Deyir ki, 46-da deyir ki, sən gərək evdə qalasan, because you're ill. Sən evdə qalasan, çünki sən xəstəsən. Zoyla ozo eyni mənanı verir. Tərcümə edəndə B variantı doğru cavab gəlir. 47-ci sualda isə deyir ki, bugün hava yaxşıdır və beləliklə şagirdlər gəzməyə getdilər. Y variantı olacaq. Çünki Zoyla ozo eyni şeydir. Qalanlardakı məna cəhətdən uyğun gəlmir. 48-ci suala baxırıq. Deyir ki, Mr. Brown'un nitqi uzun idi, heç kəs marağını itirmədi. Ziddiyyət var. Adətən nitq uzun olanda uşaqlar maraq itir də, yəni qulaq asa bilmirsən. Təzad olduğuna görə zor götürəcəm. Baxmayaraq ki, Mr. Brown'un nitqi uzun idi, heç kəs marağını itirməmişdi. 49-cu sualda deyir ki, Nick gənc idi, o bilirdi balaca robotu necə eləyə. Baxmayaraq ki, Nick gənc idi, o bilirdi balaca robotu necə eləyərlər. 50-ci sualda mən deyir evdə qaldım. I was expecting guests. Çünki deyir qonaq gözləyirdim də. Çünki görə mənasını verən əzi götürəcəm. Görürsüz yenə də tərcümə. Yəni A variantında vəza mümümmü deməkdir, if əgər deməkdir, however buna baxmayaraq ki, zo baxmayaraq ki deməkdir. Mənə uyğun gəlmədiyinə görə biz ancaq əzi götürə bilərik. 51-ci sualda isə deyir ki, sənin üçün maşın, not to use, maşın istifadə eləməmək daha yaxşı olacaq. Petrol bahalaşır da ona görə.
While petrol is getting more expensive. Bir də if petrol, əgər deyir petrol daha bahalaşsa, maşın istifadə eləməmək daha yaxşı olacaq. Yəni burada cavab ya 2-4-dür, ya da cavab 1-3-dür, ya A, ya B variantıdır. İndi mən də baxıram ki, baxmayaraq ki, mənası bura uyğun gəlmir ki, ona görə 1-3-ü götürürəm. Deyir, əgər benzin daha bahalaşsa, bir də benzin bahalaşarkən istifadə eləməmək daha yaxşı olacaq. 52-də deyir ki, mən televizoru söndürdüm. My roommate could study. Mənim yəni ki də bunun televizor söndürməkdə məqsəd nədir? Otaq yoldaşı dərsini sakitçilikdə oxusun da. Yəni burada məqsəd varsa Y variantını götürəcəm. Çünki digərləri məna cəhətdən uyğun gəlməyəcək. 53-cü suala baxıram. Ümumiyyətlə belə vergül işarəsi olanda orada ya therefore, ya however bunlardan bir şey olacaqdır. Keçən gecənin qasırğası işıq xəttlərini dağıtdı. Buna görə də bütün şəhər elektriksiz qaldı. Therefore buna görə deməkdir. 54-cü sualda deyir ki, kvadratın 4 tərəfi var. Halbuki deyir, üçbucağın da 3 tərəfi var. Whereas, halbuki hərçənd ki mənasını verir. Digərləri məna cəhətdən uyğun gəlmir. Ona görə götürmürük. Ümumiyyətlə, or yoxsa deməkdir because. Çünki deməkdir therefore buna görə, yəni nəyə görə? Yəni kvadratın 4 tərəf olduğuna görə mənasızdır axı. 55-ci sualda deyir ki, hələ də yağış yağırdı. Biz deyir, it was still raining, hələ də yağış yağırdı. Baxmayaraq ki, biz beləliklə so qəşəng oturur bura ki, biz evdə axşam bir gecə keçirməyə qərarına gəldik. Bir də ki, və buna görə də biz axşam 2-3 olsa daha yaxşı olar C variantı. Çünki digərləri məna cəhətdən uyğun gəlmədi. 56-cı sualda baxıram ki, neither oradan işlənir, either oradan işlənir. Whether oradan işlənir. Qalıram burada either oradan both and arasında. Deyir ki, ya Eliza ya da Nick knew about her leaving home. Onun evdən gedişini bilir. Ya həm Eliza, həm Nick onun evdən gedişini bilir. İkisi də olar uşaqlar. C də olar, Y də olar. Yəni məna burada fərqlənmir. 57-də deyir ki, vaxt göstərəcək. Neither oradan işlənir, either oradan işlənir, both and-dən işlənir, whether oradan işlənir deyə Y variantı. 8-də deyir ki, sən mənim kameramı götürə bilərsən. Baxmayaraq ki, sən sərgəlisən. Yox, əgər sən sərgəlisən, çünki sən sərgəlisən. Əgər sən sərgəlisənsə mənim kameramı götürə bilərsən. Sən mənim kameramı götürə bilərsən, çünki sən sərgəlisən. 59-cu suala baxıram. Deyir ki, sən bu kitabı xoşladın. Deyir ki, mən düşünürəm ki, o maraqlı və faydalıdır. O deyir ki, mən elə düşünmürəm. O nə maraqlı, nə də faydasızdır. Yəni birinci xoşlayır. Yəni də burada bu səndən Nayzenor verəcəm. Çünki B variantı uyğun gəlmir məna cəhətdən. Bir yerdə qoysun. Tonli Battles oynayan işlər var arada. Qalanlar da məna cəhətdən uyğun gəlmədiyinə görə elə A variantı uyğundur. 60-cı sualda bizə deyir ki, sən deyir performansı xoşladın. O deyir həm exciting, həyəcanlı, həm də təsirlidir. O deyir, mən elə düşünmürəm. Ora nə təsirli, nə də həyəcanlıdır. Yəni birinci insan xoşuna gəlir, ikinci insan xoşuna gəlməyib deyə Nayzenora verəcəm. 61-ci sualda isə 61-ci sualda isə deyir ki, he made a very good speech. O çox yaxşı nitq hazırlamışdı. Baxmayaraq ki, he was a little nervous. Bir dəqiqə. O çox yaxşı nitq hazırlamışdı, amma biraz həyəcanlı idi. Baxmayaraq ki, biraz həyəcanlı idi. Bəli, 1-2 götürəcəm A variantı. Yəni deyəcəm ki, o çox yaxşı nitq hazırlamışdı, amma biraz həyəcanlı idi. Bir də baxmayaraq ki, o biraz həyəcanlı idi. Nervous. Nervous bisinədə stressli belə məna verir. 62-ci sualda isə deyir ki, he couldn't find the house. Deyir, o evi tapa bilmədi. He had been given. Çünki ona səhv adres verilmişdi. Çünki mənasını verən bir işi götürəcəm. 63-də isə deyir ki, çimərlikdə inanılmaz isti var idi. Və biz uşaqları evə apardıq. Beləliklə biz uşaqları evə apardıq. Yəni ki, evə aparıblar da uzun sözü qısası. 64-cü sualda isə deyir ki, çöl o qədər soyuq idi ki, and I put on my warm clothes. Yəni nəticə var da 1-2-ni götürəcəm və beləliklə mən isti paltarlarımı geyindim. Demək, either oradan işlənir. Baxıram ki, qalanları məna cəhətdən ola bilər. Deyir ki, Sam həm vizit elədi, həm də xatırladı bütün şəhərin kornerlərini o bələdçi olduğuna görə. Yəni nəinki, bələdçi olduğuna görə Nayzenor verə bilməyəcəm. Yəni nə səfər elədi, nə də xatırladı. Mənə uyğun gəlməyəcək deyə A variantını götürəcəm. 66-da deyir ki, Mr. Jackson poliglotdur. Poliglot çox da dil bilən adama deyirlər. Yəni o nəinki İtalyan, həmçinin Alman dilində danışır, həm İtalyan, həm Alman dilində danışır. Yəni poliglot olan adama Nayzenor verə bilmərsiniz. Nayzenor odur ki, nə də. Yəni heç bir dildə danışa bilmirsən, necə poliglotdur.
67-də isə deyir ki, Mrs. Kidman linguistdir, linguist dilçidir. O deyir, həm fonetikanı, həm qrammatikanı öyrənə bilir. Nəinki fonetikanı, həmçinin qrammatikanı öyrənə bilir. Either orla işlənir uşaqlar. Polyglot olan adama da neither nor verə bilmərsiniz deyə C variantı qalır. 68-də deyir ki, mən təklifi qəbul edəcəm, əgər if the salary is high, əgər maaşı yüksəkdirsə. 69-da deyir ki, you will never feel safe. Deyir, əgər sən heç vaxt təhlükəsiz hiss edə bilməyəcəksən. Sürətli sürməmişdən əvvəl, yoxsa if you drive so fast, unless if nota bərabərdir uşaqlar, if nota. Yəni deyir ki, əgər sən if you don't drive so fast, sən bu qədər sürətli sürməsən, təhlükəli hiss eləməyəcəksən. Necə belə məna verəcək. 70-ci sualda isə baxıram ki, mən deyir yatmaq istəyirəm. I want to watch. Mən baxmaq istəyirəm. Film və maça mən yatmaq istəyirəm. Yəni yatmaq istəyən adam heç birinə baxmaq istəmir deyə B variantını götürəcəm. 71-də isə deyir ki, mən döşəməni süpürmək, mebeli tozlamaq, mən yorğunam. Demək, yorğun olan adam heç birini yenə eləmək istəməyəcək. Deyəcək ki, mən nə döşəməni süpürmək istəyirəm, nə də mebeli tozlamaq istəyirəm, mən yorğunam. 72-də isə deyir ki, mənim oğlum riyaziyyatda yaxşıdır, amma ədəbiyyatda pisdir də, amma mənasını verən B-ni götürəcəm. 73-də deyir ki, Henry və onun arvadı. Xəbər cəmdədirsə uşaqlar, görürsünüz cəmdədir. Cəmdə ümumiyyətlə neither norla işləyən, either orla işləyən, neither norla işləyən qalır B variantı. 74-cü sualıma baxıram. 74-də yenə is, xəbərim təkdədir. Bosan da ola bilməz, çünki bosanın xəbəri həmişə cəmdə olur. Bunlar çıxdı. Either orla işlənir. Cavabım qalır Y variantı. 75-də baxıram ki, Jessica və onun kuzəni neither nor, neysə bunlar uyğun gəlmir. Çünki həmişə neither norla, either orla, boss and-la, notol isə batos ilə işləyir. 76-da deyir ki, there is no bus, avtobus yoxdur. Avtobus yoxdur və beləliklə biz piyada gedəcəyik. Beləliklə mənasını verən Y variantını götürəcəm. 77-də isə deyir ki, mən deyir bu evi almaq istəyirəm. Əznəm, because eyni mənanı verir deyə götürə bilməyəcəm. Deyir ki, mən bu evi almaq istəyirəm, amma bu biraz bahalıdır. C variantını götürəcəm. 78-də deyir ki, mənim qonşum qəşəng kabab eləyir. Və o bizi tez-tez evinə dəvət edir. Çünki bu bizlər məna cəhətdən uyğun gəlməyəcək. Və o tez-tez bizi evinə dəvət edir. 79-da deyir ki, Jenny isti paltarlar geyinir. Çünki bugün soyuqdur. Çünki mənasını verəcək. 80-ə baxıram, either or, neither norla işlənir. Or, as so, buna mənalar verir. Baxaq. Deyir ki, every bill of the British Parliament is discussed both in, bəli, both and verəcəm uşaqlar. Həm deyir Common House-da müzakirə olundu, həm də Lords House-da. 81-də isə deyir ki, evin özü biraz balacadır, amma the garden is enormous. Amma bağ böyükdür. Görürsünüz, təzad var burada. Ev balacadır, amma bağı böyükdür deyə batı verəcəm. Deyir ki, 82-də deyir ki, gəl və bizə səyahət elə. As soon as you arrive. As soon as mənasını bilirsiniz, kimi deməkdir? Deyir ki, sən Şotlandiyaya çatan kimi bizə gəl, səfər elə. Digərlər məna cəhətdən uyğun gəlməyəcək. 83-də deyir ki, she speaks French well. O fransızca çox yaxşı danışa bilir. She has a strong English accent. O fransızca çox yaxşı danışa bilir. Mən baxıram ki, because-la as eyni mənanı verir deyə götürmürəm. Or yoxsa deməkdir, məna cəhətdən uyğun gəlmir. Baxıram ki, deyir, o fransızca yaxşı danışa bilir. Beləliklə, onun yaxşı ingilis aksenti var. Amma onun yaxşı ingilis aksenti var. Bat olsa daha yaxşı olar. 84-də deyir ki, ilk fast food restoranları hamburger vermişdilər. Amma indi onlar digər yeməklər də verə bilirlər. Because-la az eyni şeydir deyə B, C, D arasında qalırsınız və seçirsiniz. 85-də neither norla işlənir. Both and-la işlənir, either or-la işlənir. Not only də batos ilə işlənir deyə Y variantı. 86-da deyir ki, mən gedirəm şəhərə. The weather is bad there. I am going to return to town. Mən şəhərə qayıdıram. Çünki burada hava pisdir. Çünki and-dən so bir-birinə əvəz edə bilir. Zəm müqayisə dərəcəli cümlələrdə işlənir. Bat da məna cəhətdən uyğun gəlmir. 87-də deyir ki, o xalacanikə süd qoyur. So that it wouldn't. Məqsəd var burada ki, o xarab olmayacaq. Xalacanika südü niyə qoyarsan? Xarab olmasın deyə də. 88-də deyir ki, qaranlıq və buludlu bir gün idi. Mrs. Marvel açkilərini taxmışdı. Baxıram ki, hətta baxmayaraq yox. Baxıram. Because it was a dark cold day, Mrs. Marvel. Çünki because-la cümlə başlamazdı ya. Biraz tərəddüd elədim. Dayanıbına baxarıq. 89-da isə deyir ki, benzin o qədər bahadır ki, ona görə də çox insan maşın sürməkdən
atqaz elədi. Bu nöqtə gələndə therefore olur. 88-də isə deyir ki, weather even though, hətta baxmayaraq ki, qaranlıq və buludlu gün idi, hətta baxmayaraq ki, ola bilər. Mrs. Sunglasses aşkisini taxmışdı. Gün eynəyini qaranlıq gündə, buludlu gündə taxmarsan axı, düzdürmü? Ona görə hətta baxmayaraq ki, mənasını verən even though-nu götürəcəksiniz burada.